Salam, növbəti dərsimiz Fransa 19-20-ci əsrin əvvəllərində olacaqdır. Fransa deyəndə ağlımıza ilk olaraq təbii ki 843-cü il gəlir. Niyə? 843-cü ildə Frank imperiyası Verdi müqaviləsinə görə parçalanır və Fransa Avropada yaranan 3 krallıqdan biri də Fransa krallığıdır. Fransada 843-cü ildən düz 1792-ci ilə qədər Fransa krallığı dövrü olur. Ardınca 1792-ci ildən 1804-cü iləcən Fransa 1-ci Respublika dövrü olur. Bu dərsimizdə isə Fransanın hansı tarixlərindən danışacaq? Bu, Fransa 1-ci imperiyasıdır. 1804-1814-cü illərdə. Ardınca Fransa 2-ci Respublikası 1848-1852-ci illərdə. Ardınca Fransa 2-ci imperiyası 1852-1870-ci illərdə və son olaraq isə 1870-də başlayıb ta 1940-cı ilə qədər davam edən Fransa 3-cü Respublikası olacaqdır. 1804-cü ildə Napoleon Bonaparte çevriliş edir, beləcə 1-ci Respublikaya son qoyur və Fransanın ilk imperatoru olur. Kim? Napoleon Bonaparte 1804-cü ildə. Beləcə Fransada 1-ci imperiya dövrü başlayır 1804-1814-cü illərdə. Anında inteqrasiya edirik ki, ölkələrdə kimlər ölkələrin ilk imperatoru olub? Bu, Romada Oktavian Avqustu eradan əvvəl 27-ci ildə. Bu, Fransa krallığında Ottodur 962-ci ildə. Həmçinin Rusiya tarixində 1-ci Pyotrdur 1721-ci ildə. Fransada isə 1-ci Napoleon Bonaparte'dir. Napoleonun dövründə, yəni 1-ci imperiya dövründə Fransanın görəsən daxili və xarici siyasəti hansı formada idi? Daxili siyasətə qeyd etməliyik ki, Fransada həm idarəetmə, həm maliyyə, vergi, həmçinin qeyd etməliyik ki, iqtisadi sahədə böyük bir islahatlar keçirildi. 19-cu əvvəlində 1-ci imperiya dövründə Fransada sənaye çevrilişi başladı. Biz anında inteqrasiya edirik ki, ölkələrdə sənaye çevrilişləri nə zaman başlayıb? Dünyada ilk sənaye çevrilişinin başladığı ölkə sözsüz ki, Böyük Britaniyadır. 18-ci əsrin ikinci yarısı. Sənaye çevrilişi Fransada 19-cu əvvəlləri, Rusiyada isə 19-cu əsrin 30-40-cı illərində başlamış oldu. Napoleonun dövründə bəzi strukturlar ləğv olundu. Bunlar hansılardır? Andı məhkəmələr, həmçinin fəhlə ittifaqları, fəhlə tətilləri və bölgələrdəki yerli özünü idarə etmə orqanları ləğv edilmiş oldu. Mərkəzləşdirmə sistemi yaradılmış oldu. Həmçinin burjuaziya idarə etmədən uzaqlaşdırıldı. Kəndlilər imperiyanın dayağı hesab olunurdur. Millətin birliyi ideyası yayılırdı Fransada. Həmçinin bu dövrdə Fransa öz məhsullarını rəqabətdən, xüsusilə İngilis mallarının rəqabətindən hansı formada qoruyurdu? İdxalı məhdudlaşdırırdı. Hansı formada? Fransa idxal olan məhsulların üzərinə böyük vergi, gömrük rüsumu qoymuş olurdu. Fransa 1-ci imperiya dövründə xarici siyasət. İmperiya dövründə, yəni özünü diktator elan edən Napoleon xarici siyasətdə də böyük bir ambisiyaları, məqsədləri var idi. Bunlar nə idi? Böyük hegemonluq, xüsusilə Avropada hegemonluq istəyirdi. Ona görə də böyük bir müharibələr başladı Fransada. Ümumiyyətlə qeyd etməliyəm ki, 19-cu əvvəlində Fransa, Napoleonun başlatdığı bu işğallar, müharibələr Avropada status quo-nu, yəni balansı ləğv etdi. O balans ki, 1648-ci ildə Vestfaliya konfransında yaradılmışdı. 19-cu əvvəlində Napoleon son qoydu həmin o balansa. Napoleon 1805-ci ildə Böyük Britaniyaya hücum etdi. Burada Fransa və İngilis orduları arasında Trafalgar dəniz döyüşü oldu 1805-ci ildə. Böyük Britaniya qalib gəldi. Biz anında inteqrasiya etməliyik dəniz döyüşləri. Dəniz döyüşləri hansılardır? Eradan əvvəl 480-ci ildə Yunan Əhəməni müharibəsi, eradan əvvəl 31-ci ildə bu Roma Vətəndaş müharibəsinin gedişatında Aksi dəniz döyüşü, həmçinin qeyd etməliyik ki, 1827-ci ildə Navarin dəniz döyüşü Avropa dövlətləri və Osmanlı arasında, burada isə 1805-ci ildə. Artıq Trafalgar dəniz döyüşündə məğlub olan Napoleon Böyük Britaniyaya qarşı B variantına keçir, onu məğlub etmək üçün. Bu nədir? Ona qarşı qitə blokadası. Napoleon özünün asılı olan dövlətləri məcbur edir ki, Böyük Britaniya ticarətiyə son qoysun. Maraqlı nəticəsi olur. Belə ki, kontinental qitə blokadası məhz elə Fransa onun müttəfiqlərinə ziyan vurur. Niyə? Böyük Britaniya yenə öz müstəmləkələrindən məhsullarını gətirir. Fransız malları həm bahadır, həm də İngilis mallarına müqayisədə keyfiyyətsizdir ki, Napoleonun müttəfiqləri yenə Böyük Britaniya gizlincə ticarət görür. Sonunda Napoleon qitə blokadanı yumşaldır. 1805-ci ildə Napoleon Viyananı tutur, Avstriyanı məğlub edir. Ardınca Napoleon 1805-ci ildə Avstriya və Rusiya ordularını
Austerlitz döyüşündə məğlub edir. Austerlitz. Ardınca 1806-cı ildə Müqəddəs Rom imperiyasına rəsmən son qoyur. Həmçinin 1806-cı ildə Berlini tutur. Prusiyanı məğlub edir və Prusiyanı məcbur edir ki, qida blokadasına daxil olsun. Həmçinin 1807-ci ildə Napoleon Rusiya ilə müqavilə imzalayır. Tilsit müqaviləsi 1807. Həmin zaman Rusiyada inteqrasiya edirik ki, hökmdar İmperator 1. Aleksandrdır. Tilsitin şərtlərinə görə Rusiya Avropadakı Fransız işğallarını tanıyır və Rusiya qida blokadasına daxil olur. Lakin Rusiya altdan Böyük Britaniya ilə ticarət edir. Napoleon bunu öyrənir, qəzəblənir və Rusiya üzərinə hücuma keçir. 1812-ci ildə Borodino döyüşü olur Rusiya ərazisində. Düzdür, Napoleon qalib gəlir. Lakin böyük itkilər hesabına müharibə uzanır, qışa gəlib çatır. Təbii məsələ Rusiyanın məğlub edilməzliyinin ən böyük ana səbəblərindən biri Rusiyanın qışı şaxtasıdır. Napoleon ordusu getdikcə zəifləyir. Ardınca Moskvanı tutur fransızlar 1812-ci ildə, ruslar keçirlər partizan müharibələrinə. Partizan müharibəsi deyəndə ağlımıza nə gəlir? İkinci Dünya müharibəsi dövründə SSR Almanlara qarşı partizan müharibəsi tətbiq etmişdir. Albaniya, Azərbaycan dövləti eradan və 65-ci il Qanıq döyüşündən sonra Romaya qarşı partizan müharibəsi tətbiq etmişdir. Həmçinin Böyük Britaniya ABŞ arasındakı istiqamət müharibəsində də partizan müharibəsi vardır. Napoleon əliboş geri qayıtır Rusiyadan. Rusiyanı təslim edə bilmir. Düz qalib gəlir döyüşdə. Artıq bununla da Fransa 1-ci imperiyasının süqutunun başlanğıcı olur. Artıq bununla da Napoleonun müttəfiqləri ondan uzaqlaşır. Həmçinin Fransanın daxilindəki o ziddiyyətlər, iqtisadi böhranlar gətirib, siyasi böhranlara gətirib çıxarır. Burjuaziyanın hakimiyyətdən uzaqlaşdırılması Napoleonun bir növ mənfi belə deyək, əleyhinə çevrilir bu hadisə və müttəfiqlər 1813-cü ildə Fransanı Napoleonun Leipzig döyüşündə məğlub edirlər. 1814-cü il əvvəlində müttəfiqlər, ümumiyyətlə müttəfiqlər deyəndə burada əsasən Fransaya qarşı döyüşən müttəfiq ordularında İngiltərə, Rusiya, Avstriya, həmçinin İsveç var. Müttəfiq ordular 1814-ün əvvəllərində Parisi tuturlar, Napoleonu həbsə, sürgünə göndərirlər. Və ardınca 1814-cü ildə Burbonlar sülaləsinin hakimiyyəti yenidən bərpa olunur. Və qalib dövlətlər, müttəfiqlər 1814-15-ci illərdə Avstriyanın paytaxtı Viyanada Viyana konfransı təşkil edirlər. Konfransın təşkil edilməsi iki məqsəd var. Napoleondan sonraki dövlətlərarası münasibətləri yenidən tənzim etmək və Avropada sərhədlər məsələsinə yenidən baxmaq idi. Bu konfransda əsas söz sahibləri Avstriya, Rusiya, Böyük Britaniya idi. Həmçinin konfransda Alman dövlətləri də çağırılmışdır. Konfransın gedişatı nələr oldu? Konfransın gedişatı ümumiyyətlə, konfransın özü əsas hansı məsələlərə fokuslanmışdır? Burada məsələ o idi ki, Napoleonun alınan torpaqlar, Avropadakı torpaqlar həmin hansı xalqa, etnik kimlikləri nə deyil, həmin o ərazilərin monarxları arasında, yəni hakimiyyətlər arasında bölüşdürülməli idi. Həmçinin burada qərar qəbul olunur ki, müqəddəs ittifaq qurulsun. Müqəddəs ittifaq qurulmasının məqsəd nə idi ki? Müqəddəs ittifaqda əsas söz sahibləri Rusiya, Avstriya, Prusiya idi. İki səbəbdən dolayı. Bir, Osmanlıya qarşı idi bu ittifaq, həmçindəki Avropadakı inqilabları yatırmaq üçün idi. Aha, demək kimə qarşı idi? Osmanlıya qarşı idi. Anında biz inteqrasiya edirik ki, Avropa xristian dövlətləri Osmanlıya qarşı hansı ittifaqlar qurublar? 1684-cü ildə müqəddəs birlik qurulmuşdur. 1814-15-də müqəddəs ittifaq qurulur. 1912-ci ildə isə Balkan dövlətlərinin Osmanlıya qarşı qurduğu Balkan ittifaqı. Viyana konfransında həmçinin Alman dövlətləri birləşərək Alman ittifaqı yaradır. Rusiya Polşanın bir hissəsini əldə edir. Dediyimiz kimi Fransa təzminat verilməlidir. Fransa əvvəlki sərhədlərinə qaytarılır. Həmçinin İngiltərə Ceylon, Malta və Afrikanın cənubunu əldə edir. Və Viyana konfransıdan sonra Avropada uzun zaman çağırılan konfranslarda əsas məsələ nə idi? Gündəmdə olan məsələ. Bir, Avropada heç bir dövlətin tək başına belə deyək, hegemon olmasına izin verməmək lazımdır. Çünki hegemon olan dövlət digər dövlətlər üçün problem yaradacaqdır, təhdid olacaqdır. Yəni Avropada balansı qorumaq lazımdır. Həmçinin Avropadakı hakimiyyətlərin, monarxiyaların hakimiyyəti qanuniləşməlidir, yəni legitimləşməlidir. Ardınca 1815-ci ildə Napoleon yenidən belə deyək, həbsdən qaçır, 100 günlük hakimiyyəti başlayır onun. Müttəfiqlər bu dəfə onu 1815-ci ildə Waterloo döyüşündə məğlub edib, onu bir dəfəlik gedər gəlməzə sürgün edirlər. O orada sürgün həyatında yaşayıb, orada da ölür. Ardınca 1847-ci ildən etibarən, 1847-ci ildən Fransada iqtisadi böhran başlayır. Niyə? Belə ki,
Fransada işsizlərin sayının çoxalması, fəhlələrin maaşının, işçi qüvvəsinin maaşının azaldılması iqtisadi böhrana gətirib çıxarır. Ardınca 1848-ci ildə artıq fəhlələr tətillər zamanı siyasi tələblər irəli sürür ki, bu da siyasi böhrana gətirib çıxarır və Fransada inqilab baş verir 1848-ci ildə. Beləcə də Fransada 2-ci respublika qurulur. 1848-1852-ci illərdə olur. Fransa 2-ci respublikası. Və Fransada prezident seçkiləri olur və ilk prezident olur Louis Napoleon. Fransada respublika dövründə maraqlı bir hadisələr cərəyan edir. Niyə? Respublika olmasına baxmayaraq monarxiya tərəfdarlarının sayı çox idi respublika daxilində. Həmçinin bu dövrdə Louis Napoleon respublika quruluşuna zidd olaraq xarici siyasət yürüdürdü ki, bu da daxildə böhranı daha da alovlandırırdı. Nə idi bu xarici siyasətdə zidd olan? O idi ki, Louis Napoleon Romaya qoşun göndərir. Məqsəd odur ki, Papanın hakimiyyətini bərpa etmək, beləcə Papanı, daha doğrusu Katolik kilsəsinin dəstəyini alaraq öz hakimiyyətini möhkəmləndirmək istəyir. Buna görə də Fransa daxilində böhran artır. Louis Napoleon bundan istifadə edir. 1852-ci ildə çevrilişdir. Beləcə Fransada 2-ci imperiya olur. Louis Napoleon 3-cü Napoleon adı ilə Fransa tarixində 2-ci imperator olur. 2-ci imperiya 1852-ci ildən 1870-ci ilə qədər davam edir. Bu dövrdə daxili və xarici siyasət nə olur? Daxili siyasətdə Fransada sənaye çevrilişi baş çatır. Xarici siyasətdə yenə müstəmləkə işğalları, Avropada hegemonluq iddiası. Bu dövrdə Fransa öz mövqeyini Balkanlarda, yaxın şərqdə möhkəmləndirir. Afrika, uzaq şərqdə isə müstəmləkə uğrunda mübarizə aparır. Bu dövrdə qeyd etməliyik ki, 1-ci imperiyada olduğu kimi Rusiya ilə müharibə olur. Krım müharibəsi 1853-56, Prusiya ilə müharibə olur. Həmçinin qeyd etməliyik ki, daxili siyasətdə ən böyük fərqli xüsusiyyət nədir? 1-ci imperiyadan. 1-ci imperiya demişdik ki, burjuaziya hakimiyyətdən uzaqlaşdırılmışdı. 2-ci imperiya dövründə isə burjuaziya hakimiyyətdə idi. Ardınca 1860-cı ilin ikinci yarısında Fransada iqtisadi böhran çevrilib olur siyasi böhrana. Səbəb o idi ki, davamlı işğallar, belə deyək, Fransada iqtisadiyyatı çökdürür. Həmçinin bu dövrdə Fransa hakimiyyəti, yəni 3-cü Louis Napoleon Almaniya ilə birləşdirilməsinin qarşısını ala bilmədiyi üçün onun daxilində müxalifət güclənir Fransa daxilində. Və çıxış yolu kimi 1870-ci ildə 3-cü Napoleon Prusiya, yəni Almaniya müharibə elan edib hücum edir. İki səbəbdən dolayı. Bir, Almaniya ilə birləşdirilməsinə izin verməmək. İki, inqilabı, Fransadakı inqilabın qarşısını almaq. 1870-ci ildə 3-cü Napoleon Almaniya, Prusiya üzərinə yürüş edir. Yəni ilk döyüşlərdə məğlub edir. Məğlub olunur daha doğrusu. 1870-ci ildə Prusiya ordusu 3-cü Louis Napoleonu məğlub edir. Və bununla da 1870-ci ildə Fransada çevriliş olur anında. Artıq 2-ci imperiya devrilir, hakimiyyətdən gedir. Fransa tarixində 3-cü respublika başlayır. 1870-dən düz 1940-cı ilə qədər davam edir. Ardınca 1871-ci il yanvarında Parisdə Prusiya elan edir ki, Almaniya birləşdirilməsi tamamlaşdırılıb. Həmçinin Almaniyada imperiya başlayır 1871-ci il yanvarında. Ardınca 1871-ci ildə elə Fransanın yeni hakimiyyəti ilə, yəni 3-cü respublikası ilə Almaniya yeni hakimiyyəti olan imperiyası arasında 71-ci ildə Frankfurt müqaviləsi imzalanır. Frankfurt müqaviləsinin şərtinə görə Almaniya Fransada külli miqdarda təzminat almalıdır. Həmçinin Fransa ən zəngin resurslarına malik olan ərazilərini Elzas və Lotarinyanı isə verməlidir kimə? Almaniyaya. Beləcə, 2-ci imperiyanın fəsadları bu formada olur. Ardınca keçək 20-ci əsrin əvvəlləri Fransasına. 20-ci əsrin əvvəllərində Fransada xarici siyasət nə idi? Əsas məsələ durulmuşdu revanşizm. Yəni, Almaniyadan əvəz çıxmaq lazım idi. Ona görə daimi Fransa müttəfiqlər axtarırdı. Bu dövrdə həmçinin Fransa kapital ixracına görə, kapital qoyuluşuna görə dünyada ikinci idi. Amma sənayedə isə Avropada, həmçinin Avropada üçüncü idi, Almaniya, İngiltərədən sonra. Dünyada isə dördüncü idi sənaye inkişafına görə. 20-ci əsrin əvvəlində Fransada avtomobil, həmçinin aviasiya, elektrotexnika inkişaf edirdi. Həmçinin 20-ci əsrin əvvəllərində dediyimiz kimi müttəfiqlər axtardığı üçün 1907-ci ildə Fransa Antanta ittifaqına qoşulur. Rusiya, İngiltərə və Fransa ittifaqı idi bu. Antanta ittifaqına qoşulanda isə Fransa İngiltərənin Misirdəki işğalını tanıyır. Eynilə İngiltərə isə Fransanın Mərakeşdəki işğalını tanımış olur. Və bununla da Fransa mövzusunu yekunlaşdırmış olur.